çox sevincliyəm. Mən Mərkəzi Gömrük Hospitalında övladımı dünyaya gətirmişəm. Hamiləliyimin ilk dövrlərindən Mərkəzi Gömrük Hospitalında bütün müayinələrdən, analizlərdən keçmişəm və çox şükür ki, bugün sağlıqla övladımı qucağıma aldım. Bir gömrükçü olaraq xəstəxanada bizə yaradılan şəraitə görə başda Tibb Xidmət İdarəsi rəisi Ceyhun müəllim olmaqla, baş həkim Bəxtiyar Musayevə, ginekoloqum Sədi Allahverdiyevə və anesteziyoloji şöbədən Gönül Həsənovaya təşəkkür etmək istəyirəm. Çox təşəkkür edirəm ki, bizə belə bir şərait yaratmısınız.